Yasin surəsi. Rəhman və Rəhim Allahın adıyla. Yasin. And olsun hikmətli Qurana, göndərilmiş elçilərdən birisən, doğru yoldasan. Güclü olan, rəhim olan Allah göndərmiş bu Quranı. Göndərmiş ki, atalarına xəbərdarlıq edilməmiş olan, qəflətdə olan bir qövmə xəbərdarlıq eləyəsən. Dediyimiz o əzab artıq vacib görülmüş çoxlarına, hələ də gəlməyirlər imana. Boyunlarını, çənələrini qollarına zəncirləmişik, dik tutarlar başlarını. Sət çəkmişik onların önünə, arxasına, pərdə salmışıq gözlərinə, heç nəyi görməzlər daha. Onlara xəbərdarlıq eləsən də, eləməsən də nə fərqi, gələn deyillər imana. Sənin xəbərdarlığın yalnız o kəsə fayda verər ki, Qurana tabe olar və Rəhmanı görməyə ondan çəkinər. Yetir o kimsəyə məğfirətin səxavətlə veriləcək bir əcrin müjdəsini. Ölüləri dirildən, onların işləklərini özlərindən sonra qoyub getdikləri izlərini qeydə alan bizik biz. Aşkar bir kitabda aparırıq hər şeyin hesabını. Cəmaatına elçilər göndərilmiş olan o şəhərin əhvalatını nümunə göstər hamıya. 2 elçi göndərmişdik onlara, ikisini də dandılar. Yardım üçün 3-cü bir elçini də göndərdik onlara. Biz sizdən ötürü göndərilmiş elçilərik söylədilər. Siz də bizim kimi bəşərsiniz sadəcə. Rəhmansa bizə heç nəyi göndərməmiş. Yalandır dedikləriniz, dedi şəhər əhli. Göndərilmiş elçilər olduğumuzu bilir Rəbbimiz, dedi elçilər. Onun hökmlərini açıqdan açığa bəyan eləməkdir yalnız bizim borcumuz. Gəlişinizlə siz bizə nə his gətirdiniz? Bu işdən əl çəkməsəniz daşa basacağıq sizi. Ağrılı bir əzab dəyəcək sizə, dedi şəhər əhli. Nəhs gətirən işinizin səbəbini özünüzdə arayın. Sizə öğüd verildiyinə görəmi işiniz gətirməmiş? Xeyr, siz həddinizi aşan kimsələrsiniz, dedi elçilər. Şəhərin o başından bir adam qaça-qaça gəlib dedi: Ey qövmüm, tabe olun göndərilmiş elçilərə. Tabe olun sizdən bir umacağı olmayan o kəslərə. Doğru yoldadır onlar. Məni yaradana niyə də tapınmayım? Onun da dərgahına axır dönəcəksiniz. Onu qoyub başqalarına mı tanrılar olaraq tapınmalıyam? Əgər mənə bir zərər vermək istərsə Rəhman, məndən ötürü bunların iltiması da faydasız olar. Qurtara bilməzlər məni Allahın əzabından. Ondan başqasına tapınsam əgər, açıq-aşkar bir sapqınlıq içindəyəm deməli. Mən sizin Rəbbinizə artıq iman gətirmişəm. Dinləyin məni, buyur cənnətə gir. Deyiləndə ona söylədi: Kaş biləydi soydaşlarım. Bağışlamış məni, möhtərəm kimsələrdən eləmiş məni Rəbbim. Ondan sonra göydən əskərlər, can almağa gələn mələklər, belə göndərmədik soydaşları üstünə. Heç bunları göndərmək də istəmirdik. Sadəcə bir gürültü bəs elədi onlara, həlak olub söndülər. Yazıqlar olsun bəndələrə. Yanlarına bir peyğəmbər gəldimi, onu lağa qoymağa başlardılar. Məgər görməzmidilər? Onlardan öncə neçə nəsilləri yox eləmişik. Bu nəsillər onların yanına bir də dönən deyillər.